hörmət mütləq qorunmalıdır, mütləq qorunmalıdır. Burada da demək olmaz ki, qızın anasıdırsa, bu heç kimdir, oğlun anası da baş tacıdır. Belə yox. Yəni oğlun da, yəni qadının da, kişinin də valideynlərinə hörmət olunmalı. Çünki o bizim dəyərlərimizdir. O dəyərlər tapdananda qabağımızda ən sevdiyimiz adam belə olsa, o bizim gözümüzdən düşməyə başlayır. İnsanın valideynləri ilə nə özünün konflikti də olsa belə, həyatındakı olan insan, dostu belə olsa, onun valideyninə qarşı hörmətsizlik eləyəndə, o bir müddətdən sonra onun gözündən düşməyə başlayır. Çünki dəyərlərini vurur, qırır, dəyərlərini əzir, sındırır. Qarşı tərəfi seviriksə onun ailəsi ilə, qohumları ilə, əmi ilə, xala ilə, bibi ilə, dayı ilə sevirik. Bunlar biraz bəlkə çox geniş çıxır mövzu. Amma inanın ki, xoşbəxtliyin düsturlarından da biri budur. Sevdiyimiz adamı, ailə qurduğumuz adamı hər şeyi ilə sevmək lazımdır. Valideyni ilə sevmək lazımdır, bacı qardaşı ilə. O bizim yanımızda öz yaxınlığın qeybətini eləyə bilər. Deyə bilər ki, anam mənə bunu nahaq elədi, atam niyə belə elədi, əmim var belə elədi. O hər nə desə də biz ona qarşılıq verməməliyik. Çünki o onundur, ona hörmətlə yanaşmaq lazımdır. Bu hörmətlə yanaşmaq sözü sıradan və sadə gəlməsin. Sözün əsl mənası hörmətlə yanaşsaq, bərəkətli olacaq, qarşı tərəf sizi sevəcək, inanın ki, sevəcək. Qarşı tərəfin sizə bir bağlılığı olacaq ki, valideynimə hörmətlə yanaşır. Bu necə pis bir nəticə verə bilər ki? Heç vaxt pis nəticə verə bilməz. Sən sağlam yolla, içdən, ürəkdən ailə qurduğun insanın valideynlərinə hörmət eləsən, onun sözünü söz kimi qəbul eləsən, həm məndən sui-istifadə elədilər, artıq belə yalan söhbətlərdir. Çünki içdəki niyyətdə bir problem olub. İç niyyət sağlam olanda, ürəkdən sağlam olanda, valideynə hörmət qoyanda həyat yoldaşı da səni həddən artıq çox sevir.